Müasir tibbdə artıq dərmansız da müalicələr mümkündür. Belə ki, diqqət yayınması, yaddaş problemləri, dərsə marağın az olması, hövsələsizlik, hiperaktivlik kimi problemlərin dünyada çox müasir bir aparatla müalicəsi var. Bu aparatın adı TDCS, yəni Transkranial Direct Current Stimulation. İngilis dilində bunun mənası birbaşa beyinə stimulyasiya, elektrostimulyasiya aparatıdır. Bu aparat neyromodulyasiya aparatlarına aiddir. Artıq dünyada müasir inkişaf etmiş ölkələrdə bu aparatdan bu problemlərin müalicəsi üçün geniş istifadə olunur. Aparat FDA deyilən Amerika Food Drug Administration, yəni dünyada hər hansı bir müalicələrin effektivliyini sübut eləyən bu administrasiya tərəfindən qəbul olunub və effektivliyi sübut olunmuş neyromodulyasiya üsullarındandır. Bu üsulun heç bir ağrısı yoxdur, heç bir fəsadı yoxdur və övladlarınıza artıq 4-5 yaşından başlayaraq sadaladığım diqqət, yaddaş, konsentrasiya, hiperaktivlik, davranış pozuntuları, hətta nitq inkişafına belə təsir göstərə biləcək bir aparatdır. Əgər övladınızda bu problemlər varsa, müraciət edib bu haqda geniş məlumat ala bilərsiniz.